Salam kızlar. Uzun zamandır makyaj videosu istəyirdiniz. Hansı makyaj videosu onu da bilmirəm. Yani bilirsiniz mən çox makyaj edən birisi deyiləm, amma yenə də çox mesaj gəlir. Mənim makyajım biraz fərqlidir. Günlük makyajım qarışıqdır, amma bu benim tarzımdır ve güzel de gözüktüğümün farkındayım maşallah. Bugün güneş çıxıb deyə çillərim də maşallah güneşlənməyə çıxıb. Dodağımda da var, amma mən bilirsiniz ən çox dodaq boyası istifadə edirəm. Heç bir şey sürtməsəm də yüzümə, gözümə, bugün heç nə yoxdur üzümdə. Dodaq boyası sevirəm. Başlayırıq. İlk olarak belə bir şey aldım. Üz kremi. Mənim üzlərim qurudur əslində. Olivia'dan deyəsən aldım. Oradakı satıcı qızlarımız tövsiyə elədilər və çox məmnun qaldım. Ay nə qəşəng. Belə. Günlük necə bilirəmsə onu sizinlə eyni paylaşıram. Nə eksik, nə fazla. Aman. Mən belə mutluyum. Herkesin modası ilə getmək məcburiyyətində deyilik. Sonra bunu belə eləyirəm. Belə. Gözümün altına da mən həmişə kremi sürtürəm. Və bunu 10 dəfə eləyirəm. Alnım, göz yana. Bunların hamısını 10 dəfə təkrar edirəm səhər krem sürtdükdən sonra. Çok güzelim ben. Esklam'ın bir gözaltı bazı var. Samira dedi ki, ana yaxşıdır, faydası var. Ona görə bir neçə gündür yoxlayıram, amma qəşəng deyirsiniz. Migrenim var mənim migrenim tutan kimi gözümün altı qapqara olur. Yani faydası var, hoşuma gəldi. İndi təbii ki tam faydasını hələ istifadə elədikcə görəcəyik. Belə bir şey var, adını bilmirəm. Baxın belə qəşəngdir, amma çox bəyənmişdim. Targov'da almışdım. Bir makyaj malzemesi aldığımda onu düşünürəm. Neçə dənə yerdə istifadə edə bilərəm. Tipik qız bürcüyüm. Bir şey aldığımda düşünürəm. Bunu neçə yerdən, neçə fərqli alanda istifadə edə bilərəm. Ona görə mən belə aldığımda bunu belə çillərimin rəngində belə sonra da evet, Nergiz Mahmuzada Style gözümün üzerine de sürürüm. Benim göz farım falan filan yoktu. Ben onlardan çünkü çok, daha doğrusu necə sürürlər, neynilə onu bilmədiyim üçün çok ilgi alanımda olmadığı üçün elə daha mənə pratik və sürətli gəlir. Bir dənə də burnuma belə eləyirəm. Videolarda görmüşdüm. Belə. Vəssalam. Bunu da şagirdlərim mənə öyrətmişdi. Erivanlı Fatoş Türkiye'de demişler ki hocam buranıza sürəndə. Bu da belə. Qəşəng oldu. Bu aralar çox məmnun qalaraq istifadə edirəm. Niyə indiyə qədər bundan almamışam deyirəm. Çünki bir dənə qaş düzənləyici almışdım. Burnumdan gətirirdi. Və mən çox istifadə etmədiyim üçün elə bilirdim ki, bütün qaş düzənləyicilər hamısı elədir. Sən demə. Nəysə onu paylaşmıram. İstəmək də istəmirəm, amma hansı marka olduğunu paylaşmıram. Çünki ürəyimə yatmadı. Esklam'ın qaş şəkillendiricisi. Çox xoşuma gəlir. Axşama qədər belə qalır qaşım. 6-7 ildir bu şəkildə makyaj eləyirəm. Hərdən olur özəl günlərdə belə qəşəng bir makyajlar ya da çəkimlərdə. Bunu çoxdan almışdım. Amma məmnunum. Hərdən istifadə eləyirəm. Hop. Uzun getdi. Ona görə sevmirəm də. Ver bir dənə salfetka. Elə bir ki qatar yolu oldu. İllər əvvəl bir qəşəng sürmə çəkərdim. Görənlər deyirdi ki, sən səhər tezdən hər gün gözəllik salonuna gedirsən, makyaj elətdirirsən. Çünki elə sürmə çəkirdim. O belə düz. Buradan var belə. Amma indi qırğın dava ilə. Oldu. Gülürsən, gülürəm bax eləyəmə. Qəşəng oldu. Belə bir tuş. Bundan çok memnunum. Uzun zamanda istifadə edirəm. Qəşəng oldu. Bir dənə də belə eləyirik. 2 dənə belə eləyirəm. Dünya güzəlinə dönüşürəm. Şaka. Belə. Günlük çılğın insanın gözünü qamaşdıran makyajım bu şəkildədir. Çillərim ön planda olsun. Hər zaman istəyirəm. Ona görə onu kapatmamağa özen göstərirəm. Belə. Qəşəng. Öptüm.